Neçə məqam var, o vacib məqamlardır. Hansını ki, biz mütləq qeyd eləməliyik, bizim cəmiyyətimizdə bunu bilsin. Sadəlif olmayaq, illüziyalar qapmayaq. Mən, məsəl üçün, yaşlı nəslinin bir nümayəndəsiyəm. Ona görə mən bilirəm ki, Ermənistanda nə olur olsun, hətta biz istədiyimiz kimi Paşinyan qaldı hakimiyyətdə, uğur qazandı, nə olur olsun, güya ki də biz istədiyimiz kimi alınır bu proseslərin içərisində. Amma mən hesab edirəm ki, orada 2-3 nəsil dəyişməsə, necə Almaniyada 2-ci Dünya müharibəsindən, onlar bu prosesi keçməsələr, gələk bu illüziyaları qapmayaq. Çünki həqiqətən Almaniya 49-dan sonra bu Adenauer gələndən sonra 60-cı illərdə təkrar yavaş-yavaş başladılar o tərəfə istiqamət dəyişdiriblər. Çünki Hitler necə olub, Bach, Beethoven, Mozart ölkəsi bu nəsə deməli olub da. İndi də, baxın, indinin özündə təzədən Almaniya qayıdıb, yenə də o qüdrətli Almaniya ola-ola, yenə də başlarını qaldıranlar çoxdur. Az deyil orada. Yəni ki, artıq bugün sabah parlamentin özündə bir də gördünüz, onların yeni kansleri də o tərəfdən ola bilər. Bu olan halda Ermənistan bu yolu keçibmi? Yaxşı, biz onların Nürnbergini burada keçirtmişik. Biz bunu eləmişik. Dünya bizi dəstəkləmir bu məsələdə, biz görürük də. Yəni ki, amma biz öz işimizi görürük. Erməni cəmiyyəti bunu eləmək istəyirsə, səmimi qəlbdən, Paşinyanın özü də, 2018-ci ildəki Paşinyan deyilmi? Sadəcə konjunktur belə göstərir ki, o görür ki, Erməni cəmiyyəti nə Petrosyanı, nə Kaçaryanı, nə Sarkisyanın siyasətini dəstəkləmir. Qarabağ kartından onlar artıq bu günləri qeyd edirəm, bu keçmir bu kart. O biri kart, güya ki, sülh kartı daha da yaxşı keçir. Gəl, mən bu kartdan istifadə edeyim. Siyasətdir, bu kartdan istifadə edilir. O deməlidir ki, o şuurlu şəkildə buna gəlib çıxdı. Yəni ki, 4-cü Respublika təşkil edirəm, yəni ki, burada bir dənə medal taxmışam, gəzirəm, basıb bağlayıram, hamı da güya ki, mənə insin. O inansın, o onların daxili problemidir. Biz sadəlif olmayaq da. Mən sadəcə inanmıram. Mən inanmıram ki, bu səmimi qəlbdən bunlar buna gedəcəklər. Hə, siyasət onları məcbur edir və bu ona gedir. Hə, o gedəcək və bunu deyəcək. Amma o çərçivə bağlanandan sonra, imkan çərçivəsi bağlandı dünyada. Baxın, görün necə olacaq, necə aparacaq. Trump getdi hakimiyyətdən, yenə də o gəldilər. Menendez kimi adamlar Ağ evə, Biden kimi adamlar gəldi, çıxdı. Onlar, Amerikan yarısı elə onlardı da. Avropanın yarısı elə onlardı. Bəs Rusiyanın özündə azdılar onlar. Və Ermənistan içərisində Rusiyanın imkanları nə dərəcədir? Rusiyada hələ ki ayaqdadır. O baxımdan bunu anlaya-anlaya biz sadəlif olmayaq, sadəcə işimizi görək. Amma mən hesab edirəm ki, həm yaxşı polismen olmalıdır bizdə, həm pis polismen olmalıdır. Yaxşı, cəmiyyətin də içərisində, siyasətçilərin də içərisində, həm də siyasi çərçilərin içərisində. Mən razıyım. Bu erməni cəmiyyəti məni və mənim nəslimin bəzi nümayəndələri pis polismenlərin içərisinə salsın. Mənim vecimə də deyil. Yəni ki, mən bunu bilirəm. O baxım. Amma ki, onlar bilsinlər ki, mən tək deyiləm. Mən kimi fikirləşirlər çoxdur. Sadəcə biz bu günləri bu sülh prosesin dəstəkləyirik. Çünki bu dövlətimizin xəttidir. Əlbəttə ki də. Çünki biz uğur qazanmışıqsa, biz müharibə axtarmırıqsa, sadəcə biz demək işarə veririk sizə. Siz bu günləri münaqişə axtaracaqsınızsa, yəni ki, cəmiyyətin sizin bir 50% bunu axtarır da. Yəni ki, hələ ki biz görürük də bu revanşistlər hələ ki az deyil. Biganə olanlar, onlar da revanşistlər da. Niyə görə biganəsi olur? Uduzdun, gəl keç Paşinyan tərəf. Keçmirsənsə, deməli nəyisə gözləyirsən. Sən bil ki, sən onu gözləyə-gözləyə bil ki, Azərbaycan cəmiyyətində də belələri var ki, hansı ki, bu günləri deyirlər ki, yox, bəs Göyçə məsələsi, bəs Zəngəzur məsələsi. Axı, Trump özü bizə dedi. Bir də mən Amerikanın bir vətəndaşı kimi də onu da deyə biləm. İndi dedim sizə bayaqlar Azərbaycan vətəndaşı kimi. Amerikanın prezidenti, hansını ki, Amerikanın yarısı dəstəkləyir. Açıq-aşkar bizim prezidentimizə nə dedi? Uytkov açıq-aşkar bunu dedi də mətbuata. Dedi ki, bəs niyə görə sərhədə gəlib getmədin ora? O tarixi sənin torpaqlarında niyə görə götürmür? Deyir ki, dünyanın qanunları var, beynəlxalq qanunları var, mən onlara riayət edirəm. Hə, yoxsa o düz eləyib. Prezidentimiz deyir ki, mən isə gedərdim.